Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Toyota Camry XV40 olacaq. Hər kəs ondan danışır, hər kəs onu tərifləyir, amma çoxu rəqəmləri bilmir. Toyota Camry XV40 Azərbaycanda sadəcə bir avtomobil deyil, bir daşınmaz əmlak növüdür. Qiyməti düşmür, tələbatı azalmır. Amma bu dözümlülük mifi arxasında hansı rəqəmlər gizlənir? Bugün 40-lığın kapotunu açırıq və hər bir detalı mikroskop altına qoyuruq. Hazırsınızsa rəqəmlərin dilinə keçək. Ürək döyüntüsü, mühərrik seçimləri. Toyota Camry-də Azərbaycan bazarı üçün iki əsas mühərrik variantından istifadə edilib. Birincisi 2.4 litrəlik 2 AZ FY kodlu L4 sıralı 4 silindrli mühərrikdir. Bu mühərrik kütləvi seçimdir. 167 at gücü və 224 Nm tork hasil edən mühərrik 9.6 saniyəyə 0-dan 100-ə sürətlənir. Maksimum sürət 205 km/saata elektronik olaraq limitlənib. Bu mühərrik yarış üçün deyil, şəhər daxili axını getmək üçün idealdır. Lakin yüksək yürüşdə yayılma problemi, piston halqaları və klapan saniklərində çıxan problemlər qaçınılmazdır. İkinci mühərrik 3.5 litrəlik 2GR FY V6 mühərrikidir. Bax, bu artıq başqa bir dünyadır. 277 at gücü, 346 Nm tork hasil edir. 0-dan 100-ə cəmi 6.8 saniyəyə sürətlənir. 230 km/saata maksimum sürət elektronik olaraq limitlənib. Elektron məhdudiyyət olmazsa daha da yüksək sürətlərə çıxa bilir. Bu mühərrik kamyonu raketə çevirir. Lakin bu gücün bir bədəli var. 6 pilləli U660E sürətləri qutusu bu torku həmişə həzm edə bilmir və friksionlar tez sıradan çıxır. Yanacaq sərfiyyatı. 2.4 litrəlik mühərrik şəhərçi 11,5-13 litr, trasda 7-8 litr yanacaq sərf edir. 3.5 mühərrik şəhərçi 14-17 litr, tıxacda və aqressiv sürüşdə 20 litr görə bilərsiniz, trasda isə 8-10 litr. Məsləhət: əgər 3.5 alıb ekonom sürəcəyinizi düşünürsünüzsə, özünüzü aldatmayın. Bu mühərrik yanacağı sevir, amma qarşılığında adrenalin verir. Şassi və ölçülər, yolların hökmdarı. Niyə bu maşın belə yumşaqdır? Çünki arxada və öndə müstəqil McPherson askı sistemi dayanıb. Uzunluq 4815 mm, təkər bazası 2775 mm-dir. Bu o deməkdir ki, arxa sərnişinlər üçün prezident komfortu var. Clearance, yəni yerdən hündürlük 160 mm-dir. Azərbaycan çuxurları üçün kifayətdir, amma səki kənarlarından ehtiyatlı olun. Bagaj həcmi 535 litr. Bütün ailənin yükünü götürməyə hazırdır. Kritik zəifliklər və ustaların demədikləri. Tormoz sistemi. 1.5 tondan artıq ağırlığı olan bu maşın üçün tormoz diskləri çox kiçikdir və bir çox sərt tormozdan sonra disklər əyilir və sükanda əsmə yarada bilir. Sükan reykası. XV40 xroniki xəstəliyidir. 150 min km-dən sonra səs gəlməyə başlaması normaldır. İnteriyer keyfiyyəti. Dəri oturacaqlar əslində keyfiyyətli deyil, tez çatlayır. Plastik detallardan gələn cırıltı səsləri isə sizi bezdirə bilər. Yekun qərar: alım yoxsa qaçım? Dostlar, rəqəmlər yalan demir. Toyota Camry XV40 2026-cı ildə hələ də aktualdır, amma bir şərtlə. Əgər sizdən əvvəlki sahibi ona traktor kimi baxmayıbsa. Kimlər almalıdır? Komfort və ucuz ehtiyat hissəsi axtaranlar. Kimlər isə uzaq durmalıdır? Müasir texnologiya, aşağı yanacaq sərfiyyatı və kəskin idarə etmək istəyənlər. Sizin seçiminiz hansından yana olardı? 2.4 yoxsa 3.5? Şərhlərdə müzakirə edək. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Özünüzə və maşınınıza yaxşı baxın. Növbəti videolarda görüşmək üzrə.